Son illər gənclər arasında ürək tutması, yəni infarkt halları artıb. Bəzən ölümlə də nəticələnən xəstəlik bir neçə səbəbdən meydana çıxır. İnfarkt əsas hallarda sinədə kəskin ağrı, nəfəs darlığı və soyuq tərləmə kimi əlamətlərlə özünü göstərsə də, bəzən heç bir xəbərdarlıq vermədən də baş verə bilir. Bəs gənclər arasında infarkt riskinin artmasının əsas səbəbləri nədir? Az yaşında siqaret çəkirlər, gec yatırlar, gec də dururlar. Uşağın bir yaş həddi var. 14 yaşından 18 yaşına qədər uşağı qorumaq lazımdır, tərbiyə eləmək lazımdır. Şəhər uşaqlarının çoxu kənd toyuğunu yemir, kəndin inək yağını yemir. Nəvələrimə gətirirəm, onlar gedib cipsi yeyirlər, toyuq budu yeyirlər. Elektron siqaretlərin özü gənclərə ziyandır. Gənclər bu dəqiqə hamısı gərgin vəziyyətdə yaşayır, iş tapa bilmirlər. Öz həyatlarını qura bilmirlər və yaxud da ki, ailə qurur, ailəsi dağılır. Bütün infarktın da mənbəyi stress. Uşaqlar istədiyi həyatı yaşaya bilmədikləri çox çətin dövrdə yaşayırıq. Bəli, stressdən, hamısı maddiyyətdən, çətinlikdən. Gənclərin də məsələyə münasibətləri bir o qədər də fərqli deyil. Onlar bildirirlər ki, ürək xəstəliklərinin başlıca səbəbi davamlı stress və gərginlikdir. Həyat tərzimizin dəyişməsi deyərəm. Nəyə görə? Sağlam qidalanmırıq, daha sonra əsəb, stress. Baskı ola bilər, mən bunu düşünürəm. İş həyatı ola bilər. Müəyyən yaşdan sonra bizim problemlərimiz çoxalır. Ailə nə qədər öz övladları ilə, necə deyim, nə qədər əlaqədə olursa, məncə bu gələcəyimizi o qədər xilas edə bilər. Mən belə düşünürəm. Alkoqollu, alkoqolsuz içkilər. İndiki sosial problem o qədərdir ki, yəni o, məsələn, mənim atamın bir dəqiqə 60 yaşı var. Onun bugün çəkəcəyi sosial problemlərin dərdini bugün biz çəkirik. Ən böyük də qidalar. Biz gəncləri həmin adı çəkilən xəstəliklər yoluna gətirib salır. Kardioloq, aritmoloq Günay Rəhimova deyir ki, əvvəllər 40-45 yaşda infarkt nadir hallarda qəbul edilirdisə, hazırda bu özünü 25 yaşda belə göstərir. Buna səbəb isə həm genetik, həm də həyat tərzi ilə bağlı amillərdir. İlkin olaraq stress. Bunlar insan vücuduna təsir edir, dolayı yolundan damarlara, ürək-damar sisteminə təsir edir. İkincisi, qidalanma tərzimizin dəyişməsi, sağlıqsız qida dediyimiz qidalara üst tutması, xüsusən energetik içkilər qəbul eləmək və gənclərimizin doğru düzgün idmanla məşğul olmaması, əgər irsiyyətində atada, dayıda, anada, cavan yaşda infarkt keçirmə halları varsa, o zaman diqqətli olacaqdır. Nə edəcək? Kardioloqa gedəcək. Dəyərlərdə yüksəklik varsa, artıq dərman qəbuluna başlanılacaqdır. Profilaktikası üçünsə sağlam idmanla məşğul olmaq, sağlam qidalanmaq, havada çox zaman keçirmək və neqativ fikirlərdən, neqativ xəbərlərdən bacardığımız qədər uzaq durmaq. Mütəxəssislər bildirirlər ki, infarktın qarşısını almaqda ən vacib amil düzgün qidalanma və zərərli vərdişlərdən uzaq durmaqdır. Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, təkcə 2025-ci ildə Azərbaycanda kəskin miokard infarktı səbəbindən 4040 ölüm halı qeydə alınıb. Bu isə ürək-damar xəstəliklərinə qarşı qorunmanın hər yaş üçün vacib olduğunu bir daha göstərir. Nigar Qəhrəmanlı, Vüsal Cəfərov, Elbrus Kərimli, Xəbər Ertəsi.